Ən intiqamçı 5 bürc. 100% əqrəb. Əqrəblər birinci sırada. Bəlkə də qarşılaşmaq istəməyəcəyiniz ən təhlükəli insan tipidir. Kinini tutub intiqamını tez və ya gec alan və almadan da rahat etməyəndir. Qoçlar bu siyahıda olmalıdır. Onlar çox egoistdir. Qoçlar ikinci sırada. Onları istər egoist, istərsə də narsist deyil. Amma qoçlar onlara edilənləri heç vaxt unutmazlar. Layiq olana qarşılığını verməsə, istər heç vaxt rahat olmaz. Şir bürcü vaxtı gələndə daş üstündə daş qoymaz. Şirbürcü dördüncü sırada. Əgər özünə qarşı hörmətsizlik və ya alçaldığını görsə, qürurunu itirməmək üçün bunu edən insandan mütləq qisas alacaq. Xərçəng bəs. Xərçənglər həssasdırlar və bəzi şeylərə çox ciddi yanaşırlar. Amma onları əsəbləşdirsəniz, o məsum bədənin içindən çıxan şeytani psixopatlıq ilə tanış olarsınız. İntiqamını almadan da özünə gələ bilməz. Xərçənglər bu siyahıda yoxdur. Bir büstə var. İşlər onun istədiyi kimi getmədiyində, buna kim səbəb olursa, ondan mütləq onun hesabını sorar. O da oğlaq bürcüdür. Oğlaqlar 3-cü sırada. Bəs ox atan? Ox atanlar 5-ci sırada. Damarına basıldığında və canı yandığında qarşısındakının da canı yanmasını istəyir və intiqamını alır.